Salam əziz şagirdlər, salam əziz izləyicilərim. Mən bugün sizlərə 4-cü sinif riyaziyyat sualının izahını verəcəm. Mövzumuz isə sahə perimetrdir. Gəlin, başlayaq bu sualımızın izahına. Sualımızın şərtində belə deyir. Düzbucaqlının sahəsi 80 kvadrat santimetrdir. Bir tərəfinin uzunluğu isə 4 santimetrdir. Perimetri bu düzbucaqlının perimetrinə bərabər olan kvadratın sahəsini tapın. Əziz şagirdlər, indi isə gəlin keçək sualımızın izahına. Deməli, əziz şagirdlər, mənə nə deyibsə, mən onu ilk olaraq sualı düzgün həll etmək üçün vərəqdə hamısını qeyd edirəm. Düzbucaqlını da təsvir etmişəm gördüyünüz kimi. Və bütün dediyi hamısını düzbucaqlının üzərində yazmışam. Mənə demişdi ki, düzbucaqlının bir tərəfinin uzunluğu 4'dür. Yəni mən burada düzbucaqlının uzunluqlarına 4 yazmışam. İndi mən düzbucaqlının enini tapıram ilk olaraq. Baxın dəyərli şagirdlər, burada mən tapmışam. Onu necə tapmışam? İndi burada da baxın sizlərə izahını yazmışam. Onun necə tapdığımı sizə izah edəcəm. En necə tapılır? 80'i bölürəm 4'ə. Hansı ədədir? Yəni 4'ə vurduqda 80 alınır. Bunu tapmaq üçün 80'i bölmüşəm 4'ə. Alınıb 20. Deməli, mənim enlərimin cəmi 20'dir. Yəni, məsələn, eyni ədəd, 2 eyni ədədi topladıqda 20'dir. Belə düşünün. Mən də bunu y ilə ifadə etmişəm. Y üstəgəl y bərabərdir 20. Y neçə olar? Təbii ki də bunu tapmaq üçün bir y kimi 20'ni bölərik 2'yə. Alınır 10, yəni y 10'dur. Yəni düzbucaqlının eni 10'dur. Burada da baxın, belə dəyərli şagirdlər qeyd etmişəm. İndi sualımızın davamını oxuyaq və həllimizə davam edək. Deməli, perimetri bu düzbucaqlının perimetrinə bərabər olan kvadratın sahəsini tapın. Sonra dəyərli şagirdlər, bu düzbucaqlının perimetrini tapıram. Perimetrini tapmaq üçün mən A üstəgəl B vurulsun 2 düsturundan istifadə edəcəm. Bu yalnız düzbucaqlının perimetrinin tapılması düsturuna aiddir. Burada belə yazacağım və indi düzbucaqlının perimetrini tapacağım. Dəyərli şagirdlər, mən bu düzbucaqlının perimetrini də tapmış oldum. Perimetr dediyim kimi A üstəgəl B vurulsun 2 düsturuna aid idi. Yəni düzbucaqlı düsturuna aid idi. Deməli, mən də bura uzunluğu ilə enini qısaca toplayıb vururam 2'yə. 10 üstəgəl 4, 14, 14 vurur 2, 28, perimetre 28'dir. İndi isə keçdik kvadrat hissəsinə. Deməli, əziz şagirdlər, biz bayaq düzbucaqlının perimetrini 28 tapmışdıq. İndi bizdə də sualda deyir ki, perimetri bu düzbucaqlının perimetrinə bərabər olan kvadratın. Yəni bunların perimetrləri bərabərdir. Qısacası kvadratın perimetri də 28'dir. Dəyərli şagirdlər, bunu da belə qeyd etdim vərəqə. Bunun əgər perimetri 28 isə bir tərəfini tapmaq üçün 28'i bölərəm 4'ə, alınır 7. Yəni kvadratın bir tərəfi də 7'dir. İndi isə bizdən kvadratın sahəsini tapmamızı istəyirdi. 7'ni də vuraram 7'yə edər 49.